Uşaqlar, mən Günəşəm. Səmanın ən parlaq ulduzuyam. Mən olmasam heç bir planetlər görünməz. Mən hamınızı isidir, işıq verirəm. Bəzən o qədər parlayıram ki, planetlər gözlərini qısırlar. Hər kəs mənim ətrafımda fırlanır. Çünki mən iri və əzəmətliyəm. Günəş sistemində məndən sadəcə bir dənədir. Mən Merkuriyam. Günəşə ən yaxın planet mənəm. Ona görə də gündüzləri çox isti oluram. Amma gecələri buz kimi soyur. Günəş deyir ki, məndən uzaqdır. Amma neynəyim, mənim özel bir şəklim var. Planetlərin içərisində ən kiçik mənəm. Planetlərin kiçik bacısıyam. Aralı durun məndən, ay boy, yanarsın. Mən Venerayam. Günəşə uzaqlığına görə üçüncüyəm. Buraların ən üstü planeti mənəm. Amma bilirsiniz, Günəşə Merkuriyədən daha uzaq olduğuna da ən üstü planet mənəm, deyil niyə? Niyə? Çünki mənim üstümü tüstülü qalın buludlar örtür, məni sürüb parlayırlar. Məndən də istəyir. Əlsiz bacı Merkuriya. Sən çox yaxınsan, amma sənin havan çox nazikdir. İstilik səndən dolaşılacaq o verir, amma mən istili heç bir yerə qaçıb getməsə imkan vermirəm. Bu da laf elə danışdı ki, öz istiliyinə şübhələrim. Hər kəsin salamı mən yeyərəm. Planetlərin içərisində gecəni həyatalan mənəm. Onsuzda həyat var. Dayaqdan bəziləri deyir ki, Günəşə ən yaxındır. Bəziləri deyir ki, ən üstündə. Sizin atmosferiniz var. Mənim sularım var, oksigenlərim var, təbiətim var. O kişilər burada var. Məndə insanlar, heyvanlar, bitkilər yaşayır. Bəzi planetlər mənə qısqanır. Amma neyləyim, özümdə nə deyəcəm? Mən Marsam, qırmızı planet. Bəzən mənə qonşu yer verirlər. Alimlər mənimlə həyat izləri axtarırlar. Nə bilməm. Ona bilsin ki, illər sonra mən də gəlib burada deyəcəm. Məndə də həyat var, nə bilmək olar. Amma indi həyat məndədir ki. Mənim dağlarım çox indi ədimlidir. Günəş sistemində ən böyük dağlar məndədir. 25 kilometr hündürlüyündədir. Heç səndə bu hündürlükdə dağ var? Susun! Böyük adımız var. Herkese salam. Mən Yupiterəm. Kainatın ən böyük planeti mənəm. Hətta o qədər böyük ki, yerdən bir çizgisi. Hətta böyük olduğum kimi çoxlu peyçlərim var. Yerdə bir dənə peyç var, o da az. Amma mənim peyçəmdən çox büyük var. Hətta bəzi peyçlərim o qədər böyüdür ki, yerin özündən bile böyüdür. Məndən də böyük. Sən hələ uşaqsan, anne, sən hələ böyümək üçün çox var. Mən Saturnam. Günəş sisteminin ən gözəl planeti mənəm. Çünki mənim halqalarım var. Buzdan, daşdan və tozdan ibarətdirlər. Yupiterdən sonra ən böyüyünüz mənəm. Mən böyük bir okeanın üzərində üzə bilərəm. Çünki mənim sıxlığım çox azdır. Amma temperaturum birazca soyuqdur. Təxmini mənfi 178 dərəcə civarı. Mən nəhəng olduğum üçün peyçim də çoxdur. Ən məşhur peyçim isə Titandır. Ah, mən həqiqətən də Günəş sisteminin ən gözəl planetiyəm. Sizcə də elə deyil? Elədir. Mən Uranam. Ən gözəl və soyuq planetlərdən biri. Bir sürü soyuqam. Mən ən fərqli hərəkət edən planetim. Mən yana uzanmış şəkildə fırlanıram. Mənim rəngim çox gözəldir. Çünki mən metan qazından çəkilmişəm. Metan qazı qırmızı işığı vudur və atmosferə mavi sütunu göstərir. Mən onunla görə də çox gözələm. Həmçinin mənim rəngimin mənası sadiqlikdir. Asıl rəngim Mənim də bir neçə hərgən var. Satürn kimi gözəl olmasa da, mənim də 13 incə hərgən var. Ahilə demə, sən də çox gözəlsən, amma mən hamınızdan daha gözələm. Ən gözəl sən hesab edirsən də, məncə mənim rəngim daha gözəldir. Neptunam, hamınızdan uzaqlanıyorum. Mən iləcə Neptunam. Burası çox soyuqdur. Mənfi 200 dərəcədən də çox soyuq olmaq bir yönü vardır. Üstəlik mənim kürəklərim buranın ən sürətlidir. Saatda 2000 kilometrdir. Mənim 15 peyçim var. Onlar da mənim üçün soyuqdur. Mən Günəşə ən yaxın planetəm.
Mən ən isti planetim. Həyat məndədir. Mən ən güzələm. Mən ən gözəl. Ən gözəl mənəm. Ən fərqli mənəm. Ən uzaq mənəm. Hamınızı sizdən sevirəm. Hər biriniz özünüzə qədər. Biz Günəş sistemiyik.